Gəlmisən? Gəl. Sənə bir dənə 6 sotun içində ev tapmışam ki, 8 otaq 6 sotun içində heç neçəyə. Masazırda Yeni Bakı yaşayış kompleksinin düz yanında. Yola çox yaxın bir məsafədə. Deməli, bax gördüyün birinci mərtəbə qarajdır, 2, 3 yaşayışdır, plus da mansardı var. 6 sotun içərisindədir. Bir dənə ətrafa nəzər salaq, çox genişdir. Bir dənə zəhmət olmasa, elə gəlsən o hissədən evin hər tərəfini göstər. 6 sotun içindədir. Sənət kupçadır. 8 dənə də otağı var. Diqqətlə videoya axıra qədər baxın. Əsas giriş qapısı da budur. Keçək hara? Evin bağ hissəsini göstərəcəm sizə. Getdik bağa. Gəl. Meyvələr yetişib. Gəl bura. Sənə o meyvələrdən də göstərəm. Almalar zadlar hamısı qalıb. Geniş bir dənə bağı var. Bu bağdan sonra mən bir hara keçsəm besetkiyə. Yəni sən bağ evi axtarırsansa, sənə Masazırda Yeni Bakının düz yanında. Deməli, 4 saylı məktəbə də yaxındır. Bu həyəti oradadır, qəşəng, bağı buradadır. İndi isə keçək evin besetkasını göstərim. Hava da deyirəm, hava şeydir, soyuqdur. İsti olsaydı tullanıb çimərdik burada. Görsən, qəşəng səliqəli. Basensi var burada. Burada besetkasıdır. Evin 4 bir tərəfinə keçmək mümkündür. O belə bir besetkası var. Qəşəng səliqəli. Sənədi kupçadır, kupça olmalı. Onsuz bu boyda evin təbii ki kupçası olacaq. Evin 4 tərəfinə keçmək mümkündür. Sağına, soluna ehtiyac yoxdur göstərməyə. Gələn adam olsa yerinə baxacaq. Keçmək mümkündür. Bağa buradan da keçmək mümkündür. Bax, gəl bura. Bax, geniş bağı, bağçası, evi bir tərəfdən də göstər bax belə qəşəng. Super bir dənə evdir. Və o evin giriş qapısı var idi ha. Bir dənə keçək ora. Gəl, bu tərəfə gəl. Bax, evin həyətini bir də belə göstərim. O balaca gördüyünüz yer evin çöldəki hamam ayağı olsudur. Çöldə də var. Bura qarajıdır. Qarajın qapısıdır. Palma ağaclarına bax. Bu ağaclar deyil bunlar. Burada da evin bax sağına, soluna, arxasına hər yerə keçmək üçün yerdir. İndi isə daxil olaq mənim izləyicilərim. İndi isə daxil olaq evin içərisini də göstərim. Siz gəlin alın. Qiymət dəyərlidir. Daxil olmuşuq evin içərisinə doğru. Evimiz deməli 450 kvadratdan ibarətdir. Ümumi 450 kvadrat 8 otaqdır. Bax dəhliz hissəsi buradır. Buradan ikinci mərtəbəyə qalxmaq üçün yoldur. Və bir dənə zəhmət olmasa keçək bu tərəfə. Bax evin bir dənə bura diqqət eləyək. Giriş hissəsinə. Diqqət eləyək. Göstərək buranı da. Buranı göstərdi. İndi isə vaxt itirmədən tam surətlə keçir evin qonaq otağına. Evin qonaq otağında bax belə bir geniş qonaq otağı da var. Əşyalardan bir çoxu qalır, bir çoxu çıxarılır. Onu gəlib ev sahibi ilə təbii ki yerinə razılaşma olacaq. Qiyməti sizi belə deyim maraqda saxlayıram ki, videonun axırında deyim. Qonaq otağın